əziz dostlar. Bugün sizinlə Azərbaycanımızın milli mətbəxi kebab reseptini sizinlə paylaşacağım. İndi isə 2 dənə doğradığım toyuğun dərisini çıxartmışam. İndi isə bir dənə xırda soğanı ətin üzərinə tökürük. İndi isə duzu, duru yağı ətin üzərinə vururuq ki, yaxşı qızarsın kebab pişən zaman. İndi isə kebab otu. Yaxşı qaçdırırıq. İndi kebablarımızı şişə düzdük, qoyuruq bişməyə. Kebablarımız bişdi, hazırdır. Bəyənilərinizi və yorumlarınızı gözləyirik. Abunə olun, xahiş edirik, abunə olun. Bəyənin, yorum yazın. Dəstəkləriniz bizim üçün önəmlidir. Hər birinizə təşəkkür edirik.